Salam hörmətli tamaşaçılar. AZEDU Təhsil portalı ilə Sosial Tədqiqatlar Mərkəzinin ortaq layihəsi olan Təhsilsiz proqramı növbəti buraxılışı ilə efirdədir. Bu gün də təhsillə bağlı son zamanların gündəmdə olan əsas mövzularına toxunacağıq. Qonağımız Dövlət Pedaqoji Universitetinin dosenti, tanınmış təhsil eksperti İlham Əhmədovdur. İlham müəllim, xoş gəlmisiniz. Sağ olun. Sağ olun ki, dəvətimizi qəbul etdiniz. Son günləri, son həftələrin, ümumiyyətlə son çağın əsas təhsil mənzərəsinə sizinlə birlikdə baxış keçirəcəyik. Təbii ki, siyahının əvvəlində uzun illərcə gözlənilən, artıq öz tətbiqinin vacibliyini dəfələrlə bizə bildirən distant təhsillə bağlı verilmiş qərar gəldi. Yəni, distant təhsillə bağlı dövlət standartı qəbul edildi və siz, biz bildiyimiz qədər uzun illər, hətta neçə illər bundan əvvəl distant təhsillə bağlı çox ciddi araşdırmalar aparmışsınız. Ölkədə distant təhsilin tətbiqi mexanizmlərini işləmişsiniz. İstərdik ki, elə bu istiqamətdə söhbətə başlayaq. Düzdür, əlavə bir neçə məsələdə toxunacağıq. İndi biz tamaşaçılardan da bizə gələn sualları var Facebook səhifəsindən, digər sosial şəbəkə səhifəsindən. Onları da çatdıracağıq sizə. Amma əsas mövzumuz bu günləri distant təhsildir və o istiqamətlə başlayaq ki, bu günləri biz distant təhsilə qədər hazırlıq və siz İlham Əhmədov həmin bu dövlət standartından nələri gözləyirsiniz? Onun tətbiqi necə həyata keçməlidir? Sağ olun. Yadınızdadırsa, ilin əvvəlində ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə rəqəmsal inkişaf konsepsiyası təsdiq olundu. Az sonra süni intellektin inkişaf strategiyası təsdiq olundu. Bu siyasət müəyyən edir ki, bizim ölkəmizin deməli prioritetlərindən biri də rəqəmsal transformasiyadır. Təhsil sahəsində də rəqəmsal transformasiya dünya rangında gedir, təxminən son 10 ilin ərzində və bu təhsildəki rəqəmsal transformasiya, deməli, təhsildə internetin, süni intellektin, bulut texnologiyalarından böyük verilənlər bazasının tətbiqi ilə təhsil prosesini daha mükəmməl, daha səmərəli, daha optimal idarə etməkdən ibarətdir. Və bugünkü təhsildə də informasiya texnologiyalarının tətbiqi distant təhsil anlamına gəlir. Yəni, son 40 ilin ərzində dünya təhsil məkanında informasiya texnologiyaları, kompüter, hesablama texnikası mərhələ-mərhələ tətbiq olundu və bunun informatlaşmasının ali nöqtəsi, pik nöqtəsi gəldi distant təhsildə yarandı. Yəni, distant təhsil həm elektron təhsil resurslarının yaradılması, həm elektron təhsil məkanının yaradılması, həm təhsil sisteminin idarə edilməsi, müəllim-tələbə münasibətinin, müəllim-şagird münasibətinin, universitetin özünün idarə edilməsinin hamısı avtomatlaşdırıldı və burada zaman, məkan anlayışı aradan qaldırıldı və beləliklə virtual təhsil, virtual universitet formalaşdı. Bu təxminən 20 il bundan əvvələ. Və Azərbaycanda da müəyyən işlər vaxtı ilə olundu, təşəbbüslər olundu. Mənim yadıma gəlir ki, 2000-ci illərin əvvəllərində İqtisad Universiteti distant təhsil yaratmağa cəhd elədi və 2002-ci ildə Azərbaycanda birinci və sonuncu konferans oldu distant təhsilə aid və bir neçə nəfər xaricdən də qonaq dəvət olunmuşdu, mən də orada iştirak elədim. İlk addım idi, amma təəssüf ki, sonra bu təşəbbüslər davam eləmədi və İqtisad Universitetində də distant təhsilin yaradılması təşəbbüsləri uğursuzluqla nəticələndi həmən müddətdə. Niyə? Ona görə ki, distant təhsilin yaradılması bir universitetin qüvvəsi ilə mümkün deyil. Məsələn, 90-cı illərdə Rusiyada bu proseslər başlayanda deməli, dövlət 300 milyon dollar pul ayırmışdı pilot layihə olaraq. Deməli, Rusiyanın 300 universitetində təxminən 300 min tələbənin iştirakı ilə, təxminən 3000 nəfər professor müəllim heyətinin iştirakı ilə 5 illik bir pilot layihə oldu distant təhsilin təşkili üzrə və bu çox uğurla nəticələndi. Ondan sonra 2000-ci ildə Rusiyada vahid təhsil informasiya məkanının formalaşması dövlət proqramı yaradıldı. 1 milyard dollar 5 ildə buna pul ayrıldı və bu
proqram çərçivəsində pilot layihənin nəticələri Rusiya bütün universitetlərində tətbiq olundu və beləliklə Rusiyada distant təhsil yaradıldı. Və həmin pilot layihənin də bir təşkilat komissiyası var idi. Baş nazirin müavini o komissiyanın sədri idi. 5-6 nəfər nazir, təhsil naziri, akademiya prezidenti, Rabitə naziri, Gənclər naziri, Ədliyyə naziri, yəni bu işlərlə əlaqəli nazirliklərin hamısının rəhbərliyi o komissiyanın üzvləri idi. Və bütün nazirliklərin köməyi ilə, universitetlərin köməyi ilə böyük bir potensialla bu işi başladılar, həll elədilər. Bizdə heç vaxt belə bir böyük bir potensialla bu işə qoşulma olmuyor. Ümumiyyətlə bizdə bu işə qoşulma olmuyor. Mən İqtisad Universitetinin təcrübəsindən danışdım. Bu bir universitetlik dişdə öldü deyə bu alınmadı. Sonra 2005-ci ildə Təhsil Nazirliyi Dünya Bankı ilə bir layihə icra edirdi. Müəllimlərin fasiləsiz hazırlığı və inkişafı strategiyası və konsepsiyası. Orada Dünya Bankının təklifi ilə bir modul, layihənin bir modulu müəllimlərin distant təhsili idi. Yəni müəllim həm bakalavr təhsilində ilkin müəllim hazırlandı, həm müəllimlərin ixtisasatı və təkmilləşməsində distant təhsildən istifadə olunmalı idi. Mən də həmən modulun, həmən blokun deməli ekspert idim. O hissəni mən hazırladım və az vaxtda hazırladım. Nazirlikdə müzakirə olundu, bəyənildi, qəbul olundu. Amma çox təəssüf ki, sonra həyata keçmədi. Yəni o modulu mən geniş yazmışdım. Azərbaycanda distant təhsilin təşkili, yaradılması və inkişafı adında. Və ölkə səviyyəsində distant təhsili o strategiya ilə ilkin olaraq başlamaq olardı. Amma çox təəssüf ki, bu olmadı. Amma artıq 2005-ci ildə dünyada bu sahədə xeyli inkişaf getmişdi. Və onda bəhanə elədilər ki, təhsil qanununda bu yoxdur və s. Təbii ki, bu bəhanə idi. Çünki bunu yaratmaq üçün təhsil qanununa ehtiyac yox idi. Bu texnologiyadır. Təhsil forması deyil. Yəni bundan əyani tələbədə, qiyabi tələbədə, distant formada oxumaq istəyən tələbədə, diplomdan sonra oxuyan insanlar da və s. istənilən deməli fasiləsiz təhsilin istənilən pilləsində istənilən vətəndaş faydalana bilərdi. Olmadı. 2009-cu ildə təhsil qanununda oldu, amma sonra yenə də heç nə olmadı. Bu gün də heç nə yoxdur. Hətta pandemiya 2009-cu ilin təhsil qanununda distant təhsillə bağlı, yəni qeyd var. Bəli. Səhv etmirəmsə, yəni təhsil forması kimi. Bəli, 3 təhsil formasından biri kimi distant təhsillə qeyd olunub. Bəli. Amma yenə buna baxmayaraq səhv etmirəmsə bu sizin davam eləyin, əsasən bu pandemiya vaxtı daha çox bunun vacibliyi ön plana çıxdı. Onda necə İlham müəllim, biz bunu öhdəsindən gələ bildikmi yoxsa yox? Yox, bizim üçün bu gözlənilməz oldu, həddən artıq. Məsələn, deyək ki, Rusiyada universitetlər var idi ki, distant təhsillə məşğuldur. Onlar 24 saatın ərzində 20-25 min nəfər tələbəsi olan universitet 24 saatın ərzində çevik olaraq distant təhsilə keçdi. Heç bir deməli vaxt itkisi olmadı, keyfiyyət itkisi olmadısa. Bəs qərbi Avropa ölkələrində onlarda da eyni, bəli. Deyək ki, orada müəyyən problemlər bunda yaranırdı ki, müəyyən fakültələr var ki, onlar distantda ölüydü. Məsələn, bütün universitetin bütün ixtisasları üzrə distant təhsil yox idi. Hansı ixtisaslar üzrə yox idisə də, amma universitetin özünün təcrübəsi var idi, platforması var idi, hüquqi normativ bazalar var idi. Müəllimlər və tələbələr bu sistemlə işləməyi bilirdilər. Onlar da asanlıqla uyğunlaşdılar. Bizdə heç vaxt olmamışdı. Yadınıza gəlirsə, əvvəl WhatsApp-la başladılar, sonra Zoom-la başladılar, sonra Teams-la başladılar. Belə bir xaos, mən deyərdim. Bir təhər başlarını girədilər. Sonra hətta nazir mətbuat konferanslarının birində sual verdi jurnalist distant təhsilinə bağlı. Dedi, biz distant təhsili yaratmırıq, biz distant təhsildən müvəqqəti istifadə edirlər. Bu özü bir absurd cavabdır. Niyə yaratmırsan? Sən əgər pandemiya zamanında da bunun aktuallığını dərk eləməmisən, qiymətləndirməmisən, yaratmaq istəmirsənsə, nə vaxt yaradacaqsan? Əgər bu həqiqətən pisdirsə, onda UNESCO-ya, BMT-yə bir bəyanat ver ki, distant təhsil çox pisdir, siz nə istifadə edirsiniz? Siz də istifadə eləməyin. Yox, yaxşıdırsa, onlar istifadə edirlərsə, siz nə istifadə eləmirsiniz? Yəni, belə ziddiyyətli bir durumdur. Yəni, pandemiyada ibrət olmadı. Pandemiyadan sonra da ibrət olmadı. İndi bayaqki sualınıza qayıdıram, distant təhsil standartı yarandı. Bəli, çox gec də olsa yarandı
Amma bu hələ o demək deyil ki, distant təhsil yaranacaqdır. Bu standart, bunu mən elə başa düşdüm ki, Dövlət Meteorologiya Standartlaşma Agentliyi yaradıb bunu. Onların vəzifəsi standartlar yaratmaqdır. Beynəlxalq standartlar var, Beynəlxalq Standartlar Təşkilatı. Onlar bütün fəaliyyət sahələri üzrə standartlar hazırlayırlar, o cümlədən təhsil üzrə də, deyək ki, təhsilin təşkili üzrə, təhsilin idarə edilməsi üzrə, əlavə təhsil üzrə. O standartları Azərbaycan dilinə tərcümə edirlər və təqdim edirlər. Proses belədir ki, istənilən fəaliyyət, ölkədə olan istənilən fəaliyyət qlobal beynəlxalq standartlara uyğun olmalıdır. Bu halda bizim beynəlxalq əlaqələrimiz də asanlaşır, beynəlxalq tərcüməni öyrənməmiz də asanlaşır. Bizdən öyrənə bilərlər, biz öyrənə bilərik, müəyyən koordinasiya apara bilərik. Ona görə də bu qloballaşmanın tələblərindən biri bax belə qlobal standartların hazırlanmasıdır. Və təhsilə aid də standartlar var, keyfiyyətin idarə edilməsinə aid xüsusən standartlar var. Çünki standartlar əslində keyfiyyəti tənzimləmək üçün lazımdır. Bütün sahələrdə keyfiyyətlər, keyfiyyətin idarə edilməsi, keyfiyyətin təminatı standartlar əsasında aparılır və keyfiyyət də standartla müəyyən olunur. İndi distant təhsilə aid də standart yaradıldı, amma özü yoxdur. Özünün yaradılması üçün bayaq dediyim kimi strategiya hazırlanmalıdır. Ölkədə distant təhsilin yaradılması inkişafı strategiyası, konsepsiya hazırlanmalıdır. Hüquqi normativ baza hazırlanmalıdır. Müəyyən platforma ya hazır platformalardan nəsə seçilməlidir, ya milli platforma yaradılmalıdır. O platformanın da öz standartı olmalıdır. Ondan sonra orada elektron resurslar, kontent hazırlanmalı, tədris materiallar, onların da öz standartı var, qiymətləndirilməsi var. Prosesin təşkili ilə bağlı standartlar var və s. Yəni bunların heç birisi bizdə yoxdur. İndi tək bir dənə bu standartın yaranması heç nə verməyəcəkdir. Xüsusən də mən tanış olanda gördüm ki, bunu Təhsil Nazirliyi yox, Standartlar Agentliyi yaradıb. Ona görə də bu ilk təşəbbüsdür, amma nazirlik necə hərəkət edəcək, bunu bilmirəm. Həmin bu standartlarda şəxsən sizin ürəyinizcə olan, indi bu istiqamət neçə ildir tədqiqatlar aparırsınız da, sizin görmək istədiyiniz hansı detallar var? Bayaq tanış olduğunuzu dediniz. Bəli, mən tanış olmuşam. Ümumiyyətlə, bu standartlar tərcümə olunur. Amma tərcümə olunmaqla yanaşı bu milli standart kimi qəbul olunur. Milli standart kimi qəbul olunursa, burada müəyyən dəyişikliklər eləmək olar. Ölkənin inkişaf səviyyəsini asılı olur. Məsələn, deyək ki, Rusiya 2005-ci illərdə bu elektron təhsillə bağlı bütün standartları qəbul eləmişdi. 2003, 2004, 2005, 2002. Onlarda Stankin adına deməli, Meteorologiya Universiteti var. Rusiyanın təhsil sistemində olan bütün standartları, xüsusən də elektron təhsillə bağlı standartlar həmən universitet yaradır. Universitetin nəzdində tədqiqat mərkəzi var. İndi oranın rektoru Dmitri Livanovdur, vaxtında Rusiyanın təhsil naziri olmuşdu. Onlar hazırlayırlar, vaxtın hazır. Amma mən indi bu standart çıxandan sonra yenidən Rusiyanın standartına, distant təhsil standartına baxdım, xeyli dəyişibdir. Adında ümumiyyətlə standart sözü yoxdur. Elektron təhsilin təşkili var. Adı belə gedir olar. İlham müəllim, bilirsən, bu dəqiqə dünyanın məsələn bir çox ölkələri var ki, xüsusən də uzaq şərqin güclü təhsil və texnologiya ölkələri var. Koreya, Cənubi Koreya, Singapur, Çin, Yaponiya, bəli, Malaziyanın özü belə. Həmçinin Skandinav ölkələri var ki, Danimarka, Finlandiyadır, İsveçdir. Ondan sonra xəritədə biraz aşağı düşsək Estoniyadır. Məsələn, bunlarda da artıq distant təhsillə bağlı müəyyən çox gözəl məzmun xəttləri hazırlanıb. Məsələn, mən təsadüfən bir PDF kitabla tanış oldum, distant təhsillə bağlı. İndi deyir, kimsə deyə bilər ki, distant təhsildir də, bir nəfər kompüterin bu tərəfində, digər monitorin bir arxasında dərs çəkilir. Elə deyil, 700 səhifə yaxın bir kitabı idi İlham müəllim. Mən inanırsınız ki, sözün yaxşı mənasında dəhşətə gəldim. Nə qədər incəliklər varmış bir distant təhsillə. Hansı dəqiqədə hansı reaksiyanı vermək, işin bu ötürülən informasiyanın faydalılığını təmin etmək üçün hansı psixoloji qərar vermək, bu cür detallar var. Məsələnin düzdür, siz texniki IT tərəfi ilə də çox, məsələn də məzmun və metodoloji tərəfi var. Pedaqoji tərəfi var, bəli. Və siz də bir peşəkar pedaqoq kimi istədik ki, məsələn, həm də bu tərəfindən danışaq. Məsələn, bayaq dediyim kitab səhv etmirəmsə, Danimarka müəlliflərinə aid idi. Düzdür, mən ona ingilis dilində tanış oldum, yerli dildə deyil. Bilmirəm, mən Danimarka dilini danışa bilmərəm. İngiliscə tərcümə olmuşdu, tanış oldum. Amma ki, biz indi özümüzdə məsələnin bu tərəfinə baxaq.
pedaqoji, metodiki və məzmun tərəfinə. Distan təhsilin bu istiqamətində biz nələrə çatmalıyıq? Biz distant təhsil sahəsində demək olar ki, heç nə eləməmişik, sıfırdan başlamalıyıq. Amma xeyli də vaxt itirmişik və bu müddət ərzində dünya xeyli irəliyə gedibdir. Siz bayaq dediniz, distant təhsilat kitab 700 səhifədir. Distant təhsilin bir elementi elektron dərsliklərin hazırlanmasıdır, distant təhsildə istifadə olunan. Adi elektron dərsliyin hazırlanmasına aid kitablar var, 650-700 səhifəlik. Onun bir elementinə aid. Yəni, bunlar hamısı çox dərin elmi bazaya malikdir. Ümumiyyətlə, təhsil ən mürəkkəb sahədir, ən dinamik sahədir və qatı, dərin onun elmi kökləri var. Biz 30 ilin ərzində apardığımız islahatlarda da, bugün də təhsilin heç bir elmi bazasına əsaslanmadan, heç bir elmi tədqiqat aparmadan, heç bir araşdırma aparmadan, mütəxəssislərlə məsləhətləşmədən, mütəxəssislər yetişdirmədən nələrsə eləmək istəyirik. Ona görə də bütün Təhsil Naziri Əmrullayev dediyi kimi, axırda da tərsinə qurulmuş təhsil binası yaradırıq. Təsəvvür edin, biz bu sahədə kadr hazırlamamışıq, amma Türkiyədə, Rusiyada və başqa sahələrdə təhsil texnologiyaları üzrə fakültələr var, bakalavr hazırlayırlar. Onlar deməli, təhsilin informatlaşması üzrə, elektron təhsil üzrə, son vaxtlar təhsildə rəqəmsal transformasiya üzrə bakalavr, magistr proqramları var. Oranı bitirən insanlar gəlir universitetə və başlayır universitetdə rəqəmsal transformasiya proseslərini idarə eləməyə. Onlarda deməli, rəqəmsallaşma üzrə prorektor ştatı var, böyük mərkəzlər var, böyük komandalar var və bunların da güclü elmi, metodik, texniki bazaları var. Bizdə isə bunların heç birisi yoxdur. Bəzi universitetlərdən də rəqəmsallaşma üzrə prorektorlar var. Amma ölkədə bu sahə üzrə heç bir strategiya, uyğun normativ baza, heç bir təcrübə olmadığına görə onlar da heç nə eləyə bilmirlər. Bax, belə bir problem var. İlham müəllim, maraqlı bir məqama gəlib çatdıq. Elə bir veriliş başlamamışdan qabaqdır bizlə söhbətdə belə bir fikir bildirdiniz ki, bu magistratura proqramında bu istiqamətdə görülən işlərə daha çox yer verilməlidir. Bəli. Yəni, xahiş edirəm söhbətin bu yerindən də biz buna toxunaq. Bu gün bizim magistratura və ondan üst pillə olan, deyək ki, PhD proqramlarımızda təhsilin rəqəmsallaşdırılması ilə bağlı nələr öz əksini tapmalıdır? Ümumiyyətlə, ilk növbədə təhsilin rəqəmsallaşması üzrə xüsusi magistr proqramı olmalıdır. Bizdə yoxdur. Rusiyada 15 ildir var, Türkiyədə var. Çünki bu o qədər mürəkkəb sahədir ki, bu sahədə xüsusi hazırlığı olmayan adamlar burada heç nə eləyə bilməz. Nə layihə rəhbəri ola bilər, nə prosesləri idarə edə bilər. Bizdə baxın, istər nazirlik səviyyəsində, istər universitet səviyyəsində bu işlərin başına dayananlar iqtisadçılardır, iqtisad universitetinin məzunudur. Halbuki bunlar təhsilin ümumiyyətlə informatlaşması bu pedaqoji elmin sahəsidir, iqtisadiyyatın sahəsi deyil. Pedaqoji elm sahəsidir. Burada müəyyən qədər texnoloji biliklər lazım olmalıdır, müəyyən qədər metodik biliklər, müəyyən qədər pedaqoji, müəyyən qədər psixoloji və s. və layihələrin idarə edilməsi təcrübəsi olmalıdır. Bizdə bu sahələr olmadığına görə də kadr çatışmazlığı var. Yəni, magistr proqramı olmalıdır, bakalavr proqramı olmalıdır və bunun özünün dissertasiya müdafiə şuraları var, özünün xüsusi indeksi var. Təhsilin informatlaşması, daha sonra təhsilin rəqəmsallaşması, bu dissertasiya şurası indeksi var, bu sahə üzrə dissertasiya yazılır. Bizdə yazılan dissertasiyalar bu sahədə gah informatika metodikasından söhbət gedir, amma bu ixtisas informatika metodikası deyil. İnformatika metodikası informatika fənninin tədrisini öyrədir. Dissertasiya olaraq onu araşdırır. Amma təhsilin rəqəmsallaşması ölkədə təhsil sisteminin rəqəmsal transformasiyasını öyrədir. Yəni, bizdə köklü bu işlər həll olmalıdır. Bakalavr proqramları, magistr proqramları, eyni zamanda magistratura pilləsində təhsil alan gələcək tədqiqatçıların hamısı elm və təhsilin rəqəmsal transformasiyası adında fənn keçməlidir. Çünki artıq dünya keçid mərhələsindədir, rəqəmsal transformasiya. Bu günləri süni intellektdən istifadə eləyə bilməyən insan öz fəaliyyətində heç bir uğur qazana bilməz. Deyirlər ki, süni intellekt insanları işsiz qoyacaq. O insanları işsiz qoyacaq ki, hansı ki, süni intellektdən istifadə eləyə bilmir. Süni intellekt ən yaxın köməkçidir. Məsələn, mən belə bir müqayisə həmişə gətirirdim tələbələrimə. Deyirdim ki, kompüter yarandı, insanların bir çox işləri avtomatlaşdı. Amma internet yaranandan sonra başa düşdük ki, kompüter ona görə yaranıb ki, sonra internet yaransın.
kompüterlə internet yaranandan sonra süni intellekt yarananda başa düşdük ki, kompüterlə süni intellekt yaranması üçün kompüterlə internet lazımmış. Ona görə bunlar yarandı. Amma üzr istəyirəm İlham müəllim, mən sizdən tam şərikəm. Öz yerinə və hətta özüm də bunu birinci dəfə bildirmişəm. Amma buraxaq Azərbaycanı və qonşu dövlətləri. Bir neçə Avropa tədqiqatlarına mən göz gəzdirmişəm. Orada 2050-2030-cu il üçün çox böyük rəqəmlərdən, hətta milyonluq rəqəmlərdən söhbət gedir ki, bu qədər adamlar işsiz qalacaq. Mən yenə deyirəm, sizin əvvəlki fikrinizdən mən tam razıyam. İndi də belə fikirləşirəm ki, süni intellekt insanın işindən eləyən yox, insanın işinə daha da böyük fayda verən, sürətləndirən bir detaldır. Yalnız o qəlib insan işsiz qalacaq ki, o süni intellektdən dost ola bilməyəcəkdir. Fikrimiz budur, ortaqdır. Amma Qərb tədqiqatçıları niyə 2030-cu il üçün 20 milyon insan işsiz qalacağını düşünür? Yəni 20 milyon insan belə çıxır ki, süni intellektlə dost ola bilməyəcək. 20 milyon yox, bəlkə də 200 milyon olacaqdır, böyük rəqəmlər. Amma sadəcə söhbət nədən gəlir? Əvvəla çox sürətli inkişaf gedir. Belə sürətli inkişaf zamanında proqnoz vermək çətindir. Sabah ola bilər, hansısa bir başqa texnologiya yarana bilər, kütləvi yeni məşğulluq imkanları yaranar və s. Ona görə rəqəmləri demək olmaz, amma indiki tendensiya ilə getsə ki, deyək ki, rəqəmsal texnologiyalar, süni intellekt iş yerlərində insanların intellektual fəaliyyətini əvəz eləyə bilər asanlıqla, onda müəyyən peşələrdə işsizlik yaranacaq. Hələ 5 il bundan əvvəl mənim yadıma gəlir ki, Rusiyada Sberbankın direktoru var, German Gref. O deyirdi ki, biz deyir, deməli, hər ay filial olan 80 filialı var. 80 ölkədə filialı var həmin bankın. Deyir, hər ay biz yüzlərlə deyir, hüquqşünas iqtisada salırıq. Bizdə artıq deyir 5000 nəfər hüquqşünas işdən çıxarılıb. Çünki süni intellekt bunu asanlıqla edir. Bu pandemiyadan əvvəlki müddət idi. Yəni hüquqşünasdır, müəyyən sahələr, hansı ki müəyyən alqoritmlərlə işləyirlər, süni intellekt onları asanlıqla əvəz edəcəkdir. Amma süni intellektdən faydalana bilən insanlar həmən inkişaf prosesini katalizator olacaq, sürətləndirəcəklər. Çünki süni intellekt öz başına da böyük imkana malikdir. Yalnız ondan istifadə edən insanla bir yerdə süni intellektin imkanları artır. Mənim orada maraqlı bir sual çıxır ortaya, çünki bizim proqramı təhsil proqramıdır. Süni intellekt məktəb daxilində, universitet daxilində, elmi tədqiqat institutu daxilində insanlara işsiz qoymaq potensial malikdirmi gələcəkdə? Belə deyə də, bax... Konkret müəllimləri və alimləri. Və sayı azalacaqdır. İş yerlərinin sayı azalacaqdır, bunu demək olar. Məsələn, söhbət təhsil camiyyəsindən gəlir. Bəli, elm və təhsildə deyək ki, iş yerləri necə azalacaqdır? Deyək ki, müəyyən bir problemi, bir layihə qrupu var elmdən, deyək ki, 5 illik bir elmi problemdir, 20 nəfər adam 5 il ərzində işləyir. Süni intellektlə bunlar təchiz olunandan sonra 20 nəfər yox, 5 nəfər adam, özdə 5 ilin ərzində yox, deyək ki, 5 ayın ərzində bu layihəni işləyəcəklər. Bax, belə optimallaşmalar gedəcəkdir. Bu elmdə, bəs orta ümumi təhsil müəssisəsində necə olacaq? Orta təhsildə də belədir. Yəni, bu dövlətin sosial siyasətindən da asılıdır. Burada bir təhlükə var ki, maksimum şəkildə insanlar virtual aləmə düşürlər və müəyyən qədər də virtual asıllıq yaranır. Təsəvvür edin ki, məktəbdə də, yaxud da artıq məktəb olmuyor, elə ev şəraitində mi oxuyacaqdır, evdə də. Daim bu virtual dünyada olacaqsa, bunun artıq bir sosiallaşması azalacaq, insanlarla ünsiyyəti azalacaq. Bu ola bilər ki, hansısa qabiliyyətlər inkişaf eləsin, amma bunun bir emosional intellekti düşəcək aşağıya. Bu da ümumiyyətlə bəşər üçün və insanlığın gələcəyi üçün bir təhlükədir. Yəni, insan tək bilgi ilə və yaxud da maddi resursla, informasiya resursu ilə yaşamır. İnsan insanla ünsiyyətlə yaşayır, cəmiyyətlə ünsiyyətlə yaşayır. Cəmiyyətin müəyyən qanunları var, cəmiyyətin müəyyən ünsiyyət forması var. Yəni, mən gedib adada da əlimdə süni intellekt, internet kompüter olsa, tənha adada mən 100 il yaşaya bilmərəm. İnsan insansız... Sosiallaşmalıdır. Bəli, ümumiyyətlə, psixikası pozula bilər insan. O zaman konkret bir sual verirəm sizə. Xahiş edirəm, üç variantdan birazdan seçim edək. Sizcə, bu yeniliklərin çərçivəsində gələcəyin təhsil forması hansı olacaq? İndiki ənənəvi təhsil forması, B. Distant təhsil forması, yoxsa bu ikisinin qarşılığı olan hibrid təhsil forması. Siz gələcəyin təhsilini, dominantını hansı birində görürsünüz? İndiki olmayacaqdır.
ənənəvi təhsil olmayacaq. Hibrid təhsil olacaqdır, amma o hibrid təhsilin də çox hissəsi virtual olacaqdır. Təxminən bir dənə proqnoz istərdik biz sizdən. Bu neçənci ildən sonra təbii ki, bu təxmini bir proqnoz. O ölkələrin rəqəmsal inkişafı. Məsələn, bizdə mənim, bizdə proqnoz vermək çətindir. Yox, bizdə proqnoz vermək çətindir. Mən bayaq sizə dedim, mən 90-cı illərin sonundan distant təhsil öyrənirəm və proqnoz verirdim ki, 5 ildən sonra bizdə də olacaqdır. Amma 30 il keçib hələ də yoxdur. Yəni bizdə rəqəmsal fərq dünyada ölkələr arasında böyükdür. Və mənə məlum deyil ki, bizim təhsil nazirlərimiz distant təhsildə niyə bu qədər qorxurlar və ona qarşı bu qədər deyək ki, bloklayırlar bu prosesi. Məsələn, ən geri qalan ölkə Cibutidir. Mətbuatda da yazılırdı, geridə qalan bir ölkə kimi. Cibutinin ilk universiteti 15 il bundan əvvəl açılıb. Bizim ilk universitetimizin 100 ilini biz neçə il əvvəl qeyd elədik. Avropada 800 ildir, 900 ildir universitet. Cibuti 15 il bundan əvvəl açılıb. Amma Cibuti universitetində artıq 6-7 ildir distant təhsil var. Amma bizdə yenə də yoxdur. Bu heç bir universitetdə niyə yoxdur? Yalnız bir dənə üzr istəyirəm. Ümumiyyətlə distant təhsil mərkəzi var səhv etmirəmsə. Var, amma olaraq deyirəm. Yox, bilirsiniz, distant təhsildən istifadə etmək üçün həmin universitet akkreditasiya olunanda o akkreditasiya sənədində yazılmalıdır ki, buna əyani, qiyabi və distant təhsil vermək səlahiyyəti verilir. O akkreditasiya bizim heç bir universitetdə yoxdur. O akkreditasiyanın olması üçün akkreditasiya tələbləri olmalıdır. O tələblər olması üçün bu gün indi danışdığımız standart kimi standartlar olmalıdır. O standartdan doğan strategiyalar olmalıdır. İllər ərzində işlənilməlidir. Bütün o kontent resurslar hazırlanmalıdır. Onunla işləyən müəllimlər hazırlanmalıdır. Hüquqi normativ baza yaradılmalıdır. Texnoloji platformalar. Yəni bunlar uzun davamlı işdir, çoxlu maliyyə tələb edən işdir və s. Yəni bunların hamısını baxanda mən görürəm ki, bizdə yoxdur, olmuyor, belə getsə olmayacaqdır. Aslında ağır bir proqnoz oldu. Bir şey məni maraqlandırır həmişə müəllim. Ətrafımızda sizin də, bizim də müəllim dostlarımız var. Müəllimlərin bir çoxu sizin tələbələrinizdir. İndiki və keçmiş tələbələrinizdirlər. Bu günləri deyək ki, orta ümumi təhsil müəssisələrində distant təhsillə bağlı proseslər sürətlənəndə bizim müəllimlərə bu işi daha yaxşı öyrətmək üçün hansı konkret addımlar atılmalıdır? Ümumiyyətlə bizim müəllimlərin təkmilləşdirmə ixtisasatırma sistemi tam pozulub. 2000-ci ildə müəllimləri təkmilləşmə institutları dağıdıldı. Onun yerində müəllimlər institutu və 10-11 filialı yarandı. Bu bizim təhsil tariximizin ən böyük səhvlərindən biri idi bu addım. Və o vaxtdan sonra müəllimlərin təkmilləşmə sistemi formal bir iş alıb. Məsələn, müəyyən şirkətlər var. Kimin nazirlikdə dostu tanışı var, gedir danışır olandan onlara tenderi verirlər. Nəzarət də yoxdur, nə öyrətdilər, necə öyrətdilər, o proqramları kim hazırladı, dərsi kim aparır. Yəni belə çox keyfiyyətsiz. Ona görə də bizim müəllimlərimiz şaftalı sözünü yaza bilmir bəziləri, kvadratın sahəsini hesab edə bilmir bəziləri. Bu köklüdür bu. Yəni bu heç nə öz başına əmələ gəlir. Hər şeyin səbəbi var. Biz nəticələrlə mübarizə aparırıq, səbəblərlə yox. Ona görə də müəllimlərin təkmilləşdirilməsi özü distant olmalıdır və 2000-ci ildən bu il olmalıdır. Bax, Rusiyada, Ukraynada, Qazaxstanda, Belarusiyada, mən hələ MDB-ni deyirəm, başqa ölkələr, hamısında 15-20 ildir müəllimlərin ixtisasatına təkmilləşməsi distant formadadır. Müəllim yəni öz kəndində oturur, öz kəndində, evində işləyərək, yaşayaraq, distant formada il boyu ya ilin müəyyən ayları yeni kurslar alır. Həm mütəmadi oxuyur, fasiləsiz təhsil alır. Həm özlərində işləyir, həm inkişaf edir, həm də işini qoyub gedir, onun dərsini başqa müəllim əvəz eləsin, ailəsi burada, özü orada belə problemlər yaranmır. Artıq xərcdir olur. Müəllim Bakıya kursa gəlməyə görə nə qədər ailəyə xərcdir? Yol pulu, mehmanxanası, yataqxanası, yeməyi. Bəli, hamısı problem. Bu şeyləri də bizim təhsil məmurları böyük bir höcətliklə, inadla, ziyanlı mövqedən çəkilmirlər. Təsəvvür edin, Monqolistanda 20 il bundan əvvəl var distant. Monqolistanda hətta həkimləri distant hazırlayırlar. Həkimləri? Bəli, ən çətini həkim hazırlığıdır. Sizdə bu uğurludur, bizim Monqolistanda bir işimiz yoxdur, yəni özümüzdən danışmaq daha yaxşı olar. Amma məncə ən azından tibbdə distant təhsil o qədər də uğurlu alınmaz. Düzdür, dünyanın elə ölkəsi var ki, o distant üsulundan əməliyyat edir, cərrahi əməliyyat edir. Bəli. Elə bir dövrdə yaşayır. Distant əməliyyat olursa,
Deməli distant təhsil Distant öyrətmək də olacaqdır da. Amma Monqolistanda niyə? Çünki Monqolistan ərazisi böyükdür, əhali seyrəkdir. Ona görə də orada öyrənmə distant daha əlverişli. Məsələn, Qazaxstanda da bu çox inkişaf edib. Sən yeri gəlmişkən, indi bizdə nazirlik istəyir ki, 1500 məktəbi tədricən bağlasın regionlarda. Amma Qazaxstanda biz balaca ölkə, Qazaxstan ərazisi bizdən böyükdür, əhalisi də seyrəkdir. Onlar az komplektli məktəbləri saxlayırlar, heç bir regionda məktəb bağlamır onlarda. Ən az əhali niyə? Sizin alternativiniz nədir müəllim, bəs bununla bağlı? Çünki az komplektli məktəblərdə də distanta keçmək lazımdır. Distant yolla onlar deməli 20 ildir, 15 ildir o məktəblərin şagirdlərini distant dərs keçib saxlayırlar. Forma necədir müəllim? Deyək ki, əhali ərazi orada genişdir, böyükdür, əhali seyrəkdir. Deməli, bir məktəblə digər məktəb arasında məsafə həddindən artıq çoxdur. Bəli. Və məktəb də kiçikdir. Amma məktəbi distant təhsil formasına saxlayırlar. Bəli. Proses necədir müəllim ki, orada həmin məktəb binası orada fikrin bir çoba çıxmasın. Nə işə yarayır o zaman? Yox, distant təhsil oradan təşkil olunur yoxsa? Deməli belədir də, bu az komplektli məktəbdirsə, deməli ibtidai sinifdə 10 nəfər şagird var. 2 nəfər 1-ci sinif, 2 nəfər 2, 2 nəfər 3, 2 nəfər 4. Bunlar bir sinifdə bir müəllimlə eyni vaxtda dərs keçir. Müəllim 1-ci sinifin uşaqlarını da 5 dəqiqə, 10 dəqiqə izah edir, tapşırıq verir. Onlar başlayır işləməyə, keçir 2-ci sinifə, 3-cü sinifə. Bu qayda ilə 45 dəqiqə müəllim dayanmadan bunlarla işləyir. Distant olanda müəllimin işi xeyli yüngülləşir. Uşaqların planşetləri var. Müəllim uşaqlara deyir, açın filan bölməni, izahını verdi, indi başlayın onunla məşğul olmaya. O birisi qrupa, siz planşetinizi açın, bu qaydanı. Yəni müəllimin vermək istədiyi məlumatı da artıq planşetdə var bunun. Yəni həm müəllimin əməyi asanlaşır, həm uşağın öyrənməyi asanlaşır, həm də burada iqtisadi cəhətdən çox müəllim saxlama ehtiyac qalır. Və nəticədə həmin az komplektli məktəb, yəni bir bina olaraq qalır, öz fəaliyyətini saxlaya bilir. Bəli, az komplektli məktəb fəaliyyətini davam etdirir. Bir qərargah olaraq, yəni həmin ərazinin bir qərargahı. Yox, onsuz da o az komplektli məktəb kimi fəaliyyətdədir. Amma indi bu məktəbin fəaliyyətinin səmərəsini yüksəltmək üçün, müəllimin enerjisinə qənaət eləmək üçün, vaxtına qənaət eləmək üçün, keyfiyyəti artırmaq üçün distant elementlərdən istifadə edirlər. İnternet var, planşet. Məsələn, deyək ki, bu pandemiya vaxtı bütün bunlardan əlavə Qazaxstan 100 mindən artıq planşet payladı uşaqlara. Bütün deməli məktəblərə, şagirdlərə pulsuz internet verdi. İndi mən hələ bunu Cənubi Koreyasını, Sinqapurun demirəm, bizlə təxminən eyni sən. Bugün Qazaxstan artıq süni intellekt yaradır. Sonda, çünki bizim verilişimiz proqramının da vaxtına az qalıbdır, sonda bu günlərin ən çox müzakirə olan bir təhsil prosesindən də danışmaq istərdik. Daha doğrusu bu nə qədər təhsildir deyə bilmərik. İstər orta məktəblərdə, istər son zəng adlanır, universitetlərdə ali təhsilə məzun günü adlanır. Onunla bağlı da bəzi qadağalar tətbiq olundu. Bu tamaşaçıların xahişidir bu sual. Biz təbii ki, distant təhsildən, rəqəmsal təhsilin təhsilə transferindən danışırıqsa, bəli. Amma sadəcə biz tamaşaçıların da yəni xahişini istərdik ki, yerdə qoymayaq. Bir təhsil mütəxəssisi kimi buna da bir fikir və bununla da bağlı bir təklifinizi öyrənmək bizə xoş olardı. Bugün orta təhsil müəssisələrində son zəng adlanan bir proses olmalıdırmı, yoxsa olmamalıdırmı? Olmalıdırsa İlham müəllim, bununla bağlı nə kimi konkret təklifimiz ola bilər? Həmçinin uzun illərin universitet müəllimi kimi universitetlərdə bu gün məzun günü o qalmalıdırmı, yoxsa qalmamalıdırmı? Belə deyək də, o qədər də buna ehtiyac yoxdur bu tədbirlərə də. Əgər hansısa valideynlər yaratmaq istəyirlərsə, burada məktəbin iştirakı olmamalıdır. Bəli, mən belə başa düşürəm, əgər məsələn sinifdə uşaqlar var ki, zəngin ailədəndir də, bir valideyn çıxsın qabağa, desin, mən filan kafeyini bağlayıram, 25 nəfər sinifin şagirdlərin hamısını dəvət edirəm, hamısının əvəzinə də mən ödəniş eləyəcəm. Yəni, çay, tort, belə bu yüngül şəkildə burada şəkil çəkdirək, söhbət eləyək, xatirələrimizi danışaq. Hökmən deyir ki, 200 manatlıq qonaqlıq olsun. Bu yığılan pullar çox pis, iğrənc bir forma. Çünki məktəb artıq valideynlərdən ancaq pul yığmaq bir təşkilatı kimi formalaşıb beyinlərdə. Təhsil vermək, tərbiyə vermək yox. Müxtəlif bahanələrlə, müxtəlif adlarla pul yığmaq. İndi təzəvvür çıxıb, tanınmış alimlərlə, şairlərlə görüş keçirdirlər 100 manada, 200 manada. Orada da sabah məktəblər publik hüquqi şəxs olanda dövlət məktəblərində də icbari şəkildə şagirdlər deyəcəklər ki, filan şairlə, filan alimlə görüş keçirdi, 50 manat gətir, 100 manat gətir. Valideyn yazı hansını çatdırsın bunu?
Ümumiyyətlə, məktəbin pul söhbətinə heç bir aidiyyəti olmamalıdır. Məktəblərin publik hüquqi şəxs olması da məktəblər lap bazar eləyəcək. Mən də bunun da əleyhindəyəm ki, universitetlərdə də bu üzrün doğrultmadır. Təhsil dövlətin strategiyasının əsas sahəsidir, prioritetidir. Dövlət büdcədən maliyyələşdirməlidir və burada da heç bir valideynin bir qəpik pul ödəməlidir. Artıq 30 ildir uşaqların təhsili repetitor hesabına, valideynin pulu hesabına. Valideynlər təsəvvür edin ki, nə qədər pul ödəyir repetitora. Sonra da uşaq universitetə girir, təhsil haqqı ödəməyə artıq bunun pulu qalmır. Uşağı qovurlar. Gedir kredit də ala bilmir, çünki kredit alıb repetitorlar ödəyibdir. İlham müəllim, çox sağ olun. Düşünürəm ki, başda distant təhsil, rəqəmsal təhsilin tədris prosesinə, transferlə bağlı çox maraqlı məqamlara toxunduq. Təşəkkürümüzü bildiririk sizə. Sizinlə yenidən biz müzakirəmizi davam etdirəcəyik. Hörmətli tamaşaçılar, çox sağ olun, minnətdarıq sizə. Həm suallara görə, həm də ki, diqqətinizə görə. Bu günləri biz dosent, təhsil eksperti İlham Məhəmmədovla distant təhsil məsələləri, rəqəmsal təhsilin tədris prosesinə transferi və bir çox təhsil məsələlərindən danışdıq. Sağ olun, təhsil əməkdaşsız olun ki, təhsilsiz olmayaq.